Salam. 6-cı sinif riyaziyyat dərsliyinə səhifə 60, 61 və 62-dəki çalışmaların izahına baxırıq. Səhifə 60-dakı birinci tapşırıqla başlayaq. Bir ədədin digərinin neçə faiz olduğunu tapın. İlk olaraq nümunə verilmişdir. Nümunəyə baxaq. Nümunədən qeyd olunur ki, baxın, A variantında qeyd olunur ki, bir ədədi 2-nin. Baxın, 1-i surətə yazırıq. Bir ədədi 2-nin 2-ni məxrəcə yazırıq. Vururuq 100%. Deməli, buradan tapırıq ki, bir ədədi 2-nin 50% imiş. Bu şəkildə də çox aydın şəkildə izah veriblər. Yəni 2 özü 100%dirsə, 2-nin özünü 100% götürsək, 1 onun neçə hissəsidir? Yarısıdır da, 50%-dir. 2-də 1. 2-də 1 nisbətini 100-ə vuranda bizə 1-in 2-nin tərkibində neçə faiz təşkil etdiyini açıq-aşkar göstərir. B variantı nə deyir? 2 ədədi 1-in neçə faizidir? O zaman yenə mənsubiyyəti hansına yüklüyürüksə, onu məxrəcə yazırıq. Bax, 2 ədədi 1-in, 1 mənsubiyyət bildirir. 1-in neçə faizidir? 1-i yazdıq məxrəcə, 2-ni yazdıq surətə. Və vurduq 100%-ə. Yəni ədədin faizini tapan zaman nə edirdik? Həmişə ədədi faizə vururduq, 100%-ə vururduq. Ona görə də 2-də 2 bölünsün 1 nisbətini 100-ə vurduqda, 100%-ə vurduqda bizə həmin 2 bölünsün 1 nisbətinin faizlə ifadəsini, qiymətini tapır. Deməli, buradan da görürük ki, 200%-dir. 1-in özü 100%-dirsə, tənasüb şəklində də yazmaq olar. 1 100%-dirsə, 2-miz neçə faizdir? Baxın, 1-imiz 100%-dir. 2 neçə faizdir? 2-də onu da x yazsaq, x-imiz də nəyə bərabər olacaq? 200%-ə. Bu şəkildə rahatlıqla tapa bilirik. İndi bu nümunəyə əsasən cavabları, bu variantları işləyək. C variantına baxırıq. 8 ədədi 10-un neçə faizidir? Necə tapırıq? Bax, 8 ədədi 8, 10-un, 10 mənsubiyyətli olan 10-un neçə faizdir? Neçə faizini tapırıqsa, 8-in 10-a bölünməsi nisbətini vururuq neçəyə? 100%-ə. 10 məxrəcdə, 8 vurulsun 100 surətdə. Burada 10-la 100 ixtisar gedir. Və yaxud da belə deyə bilərik ki, 8 vurulsun 100 800 edir. Onu da 10-a böləndə 80% edir. Hər ikisində də cavabımız eyni alınacaq onsuz da. İxtisar getsəydi necə olardı? 10-la 100 onun özünə gedərdi. Burada qalardı 1, burada qalardı 10. Doğru cavabımız 80%. Deməli, 8 ədədi onun tərkibində 80% təşkil edir. D variantına baxırıq. D-də nə istəyir bizdən? 10 ədədi 8-in neçə faizidir? 10 ədədi deyirsə 10 surətdə, 8-in deyirsə 8 məxrəcdə. Vururuq neçəyə? Yenə 100%-ə. Tapırıq görək. 18-in neçə faizidir? Yenə 8 məxrəcdə 10 vurulsun 100. O da bizə nə verəcək? Buradan çox rahatlıqla ixtisar apara bilərəm 4-ə, 8-dən 100-ü. Burada qalar 2, burada qalar 25. 2 ilə də buradakı 10 yenidən ixtisar gedər. Burada qalar 5, burada qalar 1. Nə qaldı? 5 vurulsun 25. Bərabər faizini də orada yaza bilmədim, faiz də yazmalıydım. 5-i də 25-ə vuranda 125 edir. 125%. Vurub, onu birbaşa 100-ə vurub, 8-ə də bölsəydik, 1000-i 8-ə böl neçədir? 125 edir. Deməli, tapdıq ki, 10 ədədi 8-in 125%-dir. Bunu tənasüb şəklində də yaza bilərdik. Gəlin bunun bir dənəsini tənasüb şəklində yazaq. Baxın, 8 ədədi 100%-dirsə, 10 ədədi neçə faizdir? X faizdir. Buradan da kənar hədlərin hasili, orta hədlərin hasilinə bərabərdir deyib 8x bərabərdir 1000 yazardım. Bunu x-ni də tapardım ki, 1000-i də 8-ə bölərdim, 125% tapardım. Hər ikisində yenə doğru cavabı alardıq.
Y və F variantını özünüz işləyin. 45 ədədi 60-ın deyirsə, 60 mənsubiyyətdədirsə, baxın, 60-ın neçə faizidirsə, 60 məxrəcdə 45 sürətdə vururuq 100%. F-də onun kimidir, onu özünüz işləyin. Gəlin G variantını işləyək. Bir yerdə özünüzdə işləyin ki, yadınızda daha yaxşı qalsın. 0,8 ədədi 0,4-ün neçə faizidir? O zaman kəsr xəttinin ədədin özü 0,8-i bölürük, sürətdə yazırıq. 0,4-ün deyirsə, 0,4-ü məxrəcə yazırıq. Vururuq neçəyə yenə? 100%. Axı bizdən faizlə soruşur ifadəni. Əgər bizdən nisbət şəklində istəsəydi 100%-ə vurmazdıq. Amma faizlə istədiyi üçün 100%-ə vururuq. Buradan kəsrlərin bölünməsindən hər iki tərəf sürətlə məxrəci də vergüldən azad edə bilərəm. Bəli, edə bilərəm. Yazıram 4/8. Hər iki tərəf sürətlə məxrəci də eyni bir ədədə vurmaq və ya bölmək olar. 10-a vurdum sürətlə məxrəci 4/8 vurulsun 100. 8 bölünsün 4 2-dir. Yaxud ixtisar kimi də etsək, 4-ün özünə gedir. Burada qalır 1, burada qalır 2. 2-ni də vuraram 100-ə, neçədə? 200. Deməli, 0,8 ədədi 0,4 ədədinin 200%-idir. Yenə tənasüb qurub yoxlaya bilərsiniz. H variantında özünüz işləyin. Bax, yenə 0,4 ədədi 0,8-in neçə faizdir? Onda nə edirik? Mənsubiyyət hansına yüklədik? 0,8-ə. Onu yazırıq məxrəcə. 0,4 isə surətə. Siz yazın, rəylərdə qiymətini qeyd edə bilərsiniz. Keçək I variantına. İdə 4/3 ədədi 0,6-nın. Aha. Bax, burada kəsri biraz böyük çəkək. 4/3 ədədi 0,6-nın. 0,6 məxrəcdədir. Mənsubiyyət ona yükləmişik. 4/3-ü sürətə yazdıq. Bu 100%-i də olduğu kimi qeyd edək. Aha. 4/3-ü olduğu kimi saxlaya da bilərəm. Yaxud da ki, kəsrin sürətinin məxrəcinə bölmə kimi şəklində də yaza bilərəm. Mən olduğu kimi saxlamaq istəyirəm. 4/3. 0,6 onluq kəsrdir. Adi kəsrə çevirə bilərəm. Adi kəsr şəklində 10/6 ixtisar gedər, 5/3 qalır. 5/3 vurulsun 100% yenə yazaq. Kəsrin kəsrə bölünməsi necə idi? Sürət olduğu kimi qalırdı. Sürət deyəndə, yəni birinci kəsr olduğu kimi qalırdı. Bu bölmə böyük bölmə. Baxın, bu kəsr elə bilin ki, bölmədir. 4/3-ü, yəni birinci ifadəmiz olduğu kimi qalır. İkincini tərs çeviririk. 3/5. Buradan 3-lər ixtisar gedər. Bir də vurulsun 100%-imiz var axı. İndi faiz şərəsi bura düşmədi. 4/5 vurulsun 100%. Bu 100 elə sürətdə deməkdir. 1/100 deməkdir. 4 ilə 100-ü ixtisar apararam. Burada qalar 25. 5-i də 25-ə vuraram 100. 25%. Deməli, 4/3 ədədi 0,6 ədədinin 125%-ni təşkil edir. J variantı da 2 dənə kəsr şəklindədir. Bayaq biri onluq idi, mən özüm adi kəsrə çevirdim. Burada hər ikisi kəsr şəklindədir. Bu şəkildə yazın, qiymətini tapın, şərhlərdə qeyd edin. Keçək ikinci tapşırığa, ikinci çalışmaya. İkinci çalışmada nə istəyir bizdən? Bir kəmiyyət digərinin neçə faizini təşkil edir? Burada metr, litr, manat, kiloqram bu şəkildə verilir. Biz onların faizlə nisbətini tapacağıq. Başlayaq A variantı ilə. 45 metr 180 metrə neçə faizidir? Yenə faizlə bu eyni qaydadır. Sadəcə olaraq burada diqqət eləməli. Məqam odur ki, hər iki ölçü vahidləri, kəmiyyətin ölçü vahidləri eyni olmalıdır. Baxırıq ki, hər ikisinə metrdir. Rahatlıqla o zaman birini sürətə, birini məxrəcə yaza bilərəm. Hansını sürətə yazıram? 45 metri sürətə yazıram. 180 metrin neçə faizidir deyir deyə. 180-in deyirsə, məxrəcə yazdıq 180-i. Vururuq neçəyə? 100%-ə. İstəsəz burada metrlər də qeyd edək. Aha, sonra. Baxıram 180 ilə 45 özü neçə ixtisar gedir? 4-ə 45-in özünə ixtisar gedir, məxrəcdə qalır.
4 sürətdə qalır 1 və yaxud da 45-i sürətdə 100-ə vurarıq 4500, 180-ə bölərik. Bu şəkildə qiymət taparıq. Amma mən ixtisar apardım. 4-də 1 vurulsun nə? 100%. 4 ilə də 100 ixtisar gedər neçəyə? 4-ün özünə. Cavab neçə eləyər? 100-ü 4-ə böləndə neçədir? 25. Deməli, 45 ədədi 180, 45 metr 180 metrin 25%-ni təşkil edir. Yəni 25% nə deməkdir? 4-də 1 nisbəti deməkdir. Faizlə ifadə etdikdə 25 olmuşdu. Bunu yenə tənasib qurub 180 metrin 100%-dir, 45-in neçə faizdir yazıb tapa bilərik. B variantına keçirik. B-miz nə deyir? 12 litr 60 litrin. Baxaq, 12 litr, ikisi də litr olduğu üçün ona görə heç bir narahatçılıq yoxdur. Rahatlıqla birinin sürətə, birinin məxrəcə yazdım. 60-dan 12, 12-nin özünə ixtisar gedər. Burada 60-ı 12-yə böldük, 5. 5-də 1. Burada qaldı kəsirdən. 100%-i də vurduq. 100%-i də 5-də 1-ə vura neçə faiz edər? 20%. Deməli, 12 litr 60 litrin 20%-ni təşkil edir. Sonra C variantı 180 manat 200 manatın neçə faizidir? Bunu siz tapın. Sonra D variantı 45 dəqiqə 30 dəqiqənin. Bunu da siz tapın. C ilə D-ni siz tapın. İndi yenə F-i də mən yazım. Y-yə baxaq. 30 kiloqram 60 kiloqramın neçə faizidir? Görürük yenə hər ikisi kiloqramdır. Heç bir narahatçılıq yoxdur. Rahatlıqla birini sürətə, birini məxrəcə yazıram. Hansını sürətə yazıram? 30 kiloqramı. Hansını məxrəcə? 60-ın dediyi üçün 60 kiloqramı vurdum 100-ə. Buradan da 60-dan 30-un özünə ixtisar gedər. 2-də 1 qalar. 30-u yenə 100-ə vurub 60-a da bölə bilərdim. 2-də 1 vurulsun 100%. Bu da neçədir? 2-də 1-i 100-ə vuranda yenə 2 ilə 100 ixtisar gedir 50%. Yəni 30 60-ın 50%-dir. Bunu biz rahatlıqla baxa bilərik ki, 50% yarı deməkdir. Yarı ilə baxırıq ki, 30 60-ın yarısıdır. F variantı. Baxaq F-ə diqqətlə. F-də isə baxırıq ki, kəmiyyətlər fərqlidir. Nəyə görə? Biri 750 qramdır, biri 3 kiloqramdır. O zaman əvvəlcə onları eyniləşdirmək lazımdır. Baxıram ki, 1 kiloqramı qrama çevirə bilərəm. 1 kiloqram neçə qramdır? 1000 qram. Və onda 3 kiloqramı 3-ü vuraram 1000-ə 3000 qram. Və 3000 qramı harada yazırıq? Məxrəcə yazırıq. Çünki 3 kiloqramın 750 3 kiloqramın nə qədər neçə faizidir? 750 qramı da surətə yazdım. Vururam 100-ə. Yəni 100%-ə bərabərdir. Və birbaşa bu 100-lə bu 3000-i 2 sıfırını ixtisar apararam. Yuxarıda 750, aşağıda da 30. Bu 750-nin 30-dan sıfırlar da gedər. 3-də 75. 75-i də 3-lə ixtisar aparsam, yəni 75-i 3-ə də bölsəm, edər bizdə 25%. Deməli, 750 qram 3 kiloqramı neçə faizidir? 25%-dir. Amma biz bunu qətiyyən 3-ü 3 şəkildə yaza bilmərik. O zaman səhv cavab alardıq. Və yaxud da 750 qramı da kiloqrama çevirə bilərəm. Keçirik 3-cü çalışmaya. Qutuda ağ və mavi topların sayları 1-in 4-ə nisbətindədir. Yəni ağ 1-in 4-ə. Yəni ağım x-dirsə, mavim 4x-dir. Və yaxud da belə nisbət şəklində də saxlaya bilərəm 1-in 4-ə. Bizdən istənilən variantları bir-bir yazaq. A variantına baxaq. Ağ topların sayı mavi topların sayının neçə faizini təşkil edir? Ağ toplarım. Burada x şəklində yazsaq, deməli ağım x-dirsə, mavim neçə x-dir? 4x-dir. Ağ topların sayı, yəni x, mavi topların sayını, yəni 4x-in neçə faizini təşkil edir? 4x-in deyirəmsə, mavi topların məsuliyyət 4x-dədir. 4x-i məxrəcə yazıram, x-i isə sürətə yazıram. Vururam neçəyə? 100%-ə bizdən, ona görə ki, bizdən faizlə istəyir. 100%-i də qeyd edirik.
Buradan x-lər gedər, 4/1. Elə 4/1 olduğu kimi saxlaya da bilərdim. Sadəcə olaraq dəqiq sayı biri ağ 1, mavi 4 olmadığı üçün bu şəkildə daha düzgündür. 4/1-i də vururam 100-ə. Bu da bizə neçə edir? 100-ü 4-ə böləndə 25 edir. Deməli, ağ topların sayı mavi topların sayının 25%-ni təşkil edir. B variantına görə nə istər bizdən? Mavi topların sayı ağ topların sayının neçə faizinə bərabərdir? Burada indi mavi toplar nə qədər idi? 4x idi. Ağ topların deyirsə, x məxrəcdə, 4x sürətdə. Mavi toplar sürətdə. Vurulsun 100%-ə. Yəni 1/4. Çünki x-lər burada getsə, 1/4 vurulsun 100. O da neçədir? 4-ü 100-ə vuranda 400%. Deməli, mavi toplar topların sayı ağ topların sayının 400%-ni təşkil edir. C variantına baxırıq. Ağ toplar bütün topların hansı hissəsini və neçə faizini təşkil edir? C variantını yazaq. Baxın, ağ toplar, bu rəngi dəyişim. Ağ toplar bütün topların neçə faiz? Bütün toplarımız nə qədərdir? Ağım x-dir, mavim 4x-dir. X üstə gəl 4x bizə verərmi 5x-i? Ümumi topların hamısı 5x-dir. Bütün topların sayı oldu 5x. Bizdən istəyir ki, indi ağ toplar bütün topların hansı hissəsidir? Bütün topları tapdıq 5x-dir. 5x-i yazırıq məxrəcə hamısını. Ağlar neçədir? X-dir. X-də yazdım sürətə. X-də ixtisar getsə nə qalır? 5/1. Hissə olaraq ağ toplar bütün topların 5/1 hissəsini təşkil edir. Və bütün topların 5/1 hissəsidir. Faizlə necə ifadə edə bilərik? Faizlə həmin bu 5/1 hissəni vurarıq 100%-ə. Bizə faizlə ifadə etmiş olarıq. O da edər 20%. Deməli, ağ toplar bütün topların neçə faizidir? 20%-idir. Qaldı D variantı. Bax, D variantında da deyir ki, bayaq mavi topu istəyirdi bizdən. İndi də deyir ki, qutudakı bütün topların hansı hissəsi və neçə faizi mavi toplardır? Burada bayaq ağ topları tapdıq. Bütün topların hansı hissəsi və faizini. İndi burada isə mavini istəyir bizdən. Mavini tapmaq da sizə tapşırıq olsun. İndi isə 4-cü tapşırığa baxırıq. Tənasib qurmaqla bir ədədin kəmiyyətinin digər neçə faiz olduğunu tapın. Nümunə olaraq qeyd edilib 54 ədədi 180-in neçə faizini tapırıq. Bu zaman, yəni tənasüblə tapma qaydasını bu şəkildə verir ki, baxın 54-ün 180-in nisbəti, onsuz da biz yazırdıq ki, nəyi mənsubiyyətə yüklüyürdüksə 180, məsələn burada 180-in deyirsə 180 məxrəcdə yazılıb. 54 də sürətdə yazılıb. Burada sadəcə olaraq biz faiz olaraq tapanda vururduq 100%-ə, cavabı tapırdıq. Burada isə deməli 54 bölünsün 180 bərabərdir P bölünsün 100. Burada biz tapdığımız P bizim tapdığımız P-dir. Və 180 vurulsun P bərabərdir 54 vurulsun 100. Biz bilir ki, kənar hədlərin hasili ilə orta hədlərin hasili bir-birinə bərabərdir. Doğrudur. 180-i vurmuşuq P-yə bərabərdir 54-ü vurmuşuq 100-ə. P-ni də buradan taparıq ki, rahatlıqla 30-dur. Tənasüblə bir başqa qayda şəklində, yəni biz rahatlıqla bayaq da bəzi nümunələrdə qeyd etdim. Məsələn, 180-i götürmüşük 100% kimi, 54-üm isə x%. Yəni burada P faiz olaraq. Necə tapırıq? Bayaq bu qayda ilə. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 180-i vururuq P-yə, 54-ü vururuq 100-ə, bir-birinə bərabər eləyirik. Oradan da tapırıq ki, P-miz 30-a bərabərdir. Bayaq yazdığımız qaydalara əsasən sadəcə indi birbaşa tənasib yolu ilə həll edirik. Nisbət şəklində yazmırıq, tənasüb şəklində yazırıq. Gəlin indi tapşırıqlara davam eləyək. 4-cü tapşırıq deməli A-ya baxar. 18 ədədi 36-nın neçə faizi idi? Deməli 36 neçə faizi deyirsə, 36 bütövdür deməkdir. Bizdən tam istənilən 36 100%-dir. Bizdən 18-i tapılmaq tələb edilir. 18-in P faizi olsun. P faizdir. Necə tapırıq? 36-nı vururuq P-yə bərabərdir. 18-i vururuq 100-ə.
P də bərabərdir 18 vurulsun 100 bölünsün 36. Buradan da 36 ilə 18 ixtisar gedər 18-in özünə. 36-da 2, burada 2 qalır, burada 1. P də bərabərdir 100 bölünsün 2, o da eləyər 50%. Deməli, P-miz 50%dir. Tənasüb şəkildə bu cür tapdıq. Bu, bayaqki nümunədə qeyd edilmiş şəkildə yenə yazsaq, eyni şeydir. Hamısı eyni nəticəni verir. Sadəcə olaraq hansı yol sizə rahatdırsa, o yolla da həll edə bilərsiniz. Biz də tapşırıqda burada çalışmada tənasüb üsulundan dediyinə görə tənasüb üsulunu yazırıq. Bir də yaza bilərik ki, 36-nın özünün 100% olduğunu bilirik dəqiq. Çünki bizdən 36-nın neçə faiz olduğunu deyir. Bizdən 18-i tapmaq tələb edir. Belə yaza bilərik ki, 36-da 18, yəni 18 bölünsün 36 bərabərdir. 36-nın uyğun olaraq faizi neçə faizdir? 100%. Amma 18-i bilmirəm. 18-də 1x yazsam ya da P ilə eyni şeydir. P yazsam, buradan da yəni bu hər ikisi yəni eynidir. Baxın, bununla bu hər ikisi eynidir. Bu nümunədə də qeyd edilir. Baxın, sadəcə olaraq burada ədədlərin özləri ilə faizlərinin nisbətlərini bərabər eləyib, buradan tənasüb, bu cür də tənasüb qura bilərəm. Yaxud da ki, bu cür tənasüb qurdum. B-yə baxaq. 21 ədədi 150-nin neçə faizidir? 150-miz deməli 100%dir. 21 x faizdir. X-ə tapmaq üçün 150-ni baxın vuracağıq x-ə. 150 x bərabərdir. 21 vuracağıq 100-ə. X də bərabərdir. 21 vurulsun 100-ə özüm olduğu kimi saxlayıram ki, ixtisar getəndə daha rahat hesablaya bilərəm. 100 ilə 150, 50-yə ixtisar gedər. Burada qalar 3, sürətdə isə 2. X də bərabərdir. 21 vurulsun 2 bölünsün 3. 3 ilə də 21 ixtisar gedər 3-ün özünə. Burada qalar 7, burada qalar 1. 7-yi də 2-yə vuraram. 14. Deməli, x-im neçəymiş? 14% imiş. Və ya, yenə bayaq ədədlərin, faizlərin uyğun şəkildə yazsam, yenə eyni tənasübü qurmuş olaram. 150 məxrəcdə, 21 surətdə. Faiz 150-nin faizi neçədir? 100. 21-ci neçədir? Bilmirəm. 21 P-dir, X-dir. Buradan da tapıram P-ni. Rahatlıqla 21 vurulsun 100 bölünsün 150. Baxın, bura gəlib çıxır. İndi C-yə baxaq. 36 sm 80 sm neçə faizidir? 36 80-in. 80-in deyirsə, 80 neçəymiş özü? Özü 100 imiş. 36 isə bilinmir. Y-dir. Burada necə tapıram? Yenə 80-i vururam Y-ə, bərabər edirəm. 36-nı vururam 100%-ə. Y-i də tapmaq üçün 36-nı 100-ə vuranda böləndə 80-ə neçə edər? İxtisarda apara bilərəm, fərq etməz. 8-in özündən də 80 ilə 120-yə yaparsam, burada qalar 4, burada qalar 5. 4 ilə də 36 ixtisar gedər. Burada qalar 9, burada qalar 1. 9-u da vururam 5-ə. Y də bərabər edir 45%. Deməli, 80 santimetrim 100%-dir. 36 santimetrim 45%-dir. 3 variant qalır. D, Y və F variantı. Yenə baxıram, əvvəlcə santimetr idi, ikisi də ona görə rahat tapdım. İkisi də kiloqramdır. Ona görə heç bir yəni çətinlik olmayacaq. Litrdir, metrdir. Əgər biri metr, biri santimetr olsa necə eləyərdik? Ya santimetri metrə, ya da metri santimetrə çevirməli idim. Yaxud da burada millilitr, litr verə bilərdi, kiloqram yenə qram verərdi. Onda yəni biraz məsələmizin mərhələsi əvvəlcə kiloqramı qrama çevirib həll edərdim. Yaxud yəni eyni kəmiyyət vahidinə gətirmək lazımdır. Fərqli hesablamaq olmaz. D, Y, F-i özünüz həll edərsiniz.
5-ci tapşırıqla davam edirik. Səhifə 61-dir bu tapşırıqlar. Burada ədədin faizinin tapılması qaydaları var. Hər 3 qayda faizin tapılmasına aid 3 qayda var. Qaydanın izahını vermirəm. Kanalımda faizlə bağlı izahlar var. İndi tapşırıqlar üzərində keçdikcə ehtiyac olursa təkrar edərik. 5-ci tapşırığa baxaq. Tənasübdən istifadə etməklə suallara cavab verin. A variantına nə qeyd edilib? A variantında deyir ki, 360-ın 30% neçədir? Ədədin faizini taparkən ədədi, yəni buradakı 360-ı faiz göstərən ədədə, yəni burada 30%-ə vurub 100%-ə bölmək lazımdır. Buradan da hesablayırıq. 108 edər. Deməli 360-ın 30%-i 108 imiş. Amma bizdən şərtdə onu istəyir ki, tənasübdən istifadə edin. Biz rahatlıqla bu faizi tapma qaydası ilə 108-i tapa bildik. Bizdən istənilən isə tənasübdən istifadə etməklədir. Bir dənə bunu tapdım faiz nisbəti ilə, digərlərini tənasüblə taparıq. Deməli 360 özü 360-ın 30% istənilirsə, 360 özü deməli neçə faizdir? 100%-dir. Onda 30%-i istənilirsə, deməli x-dir də bilinmir neçə faiz, nə qədəri 360-ın nə qədəri 30%-dir. 360-a 100%, faizi faizin altına yazdıq, ədədin altından. Buradan da bu tənasübü qurduqdan sonra nə edə bilərik? 100-ü vurarıq x-ə. Baxın bu 100 çarpaz şəkildə. 360-ı da vurarıq 30-a. X də bərabərdir. 360 vurulsun 30 bölünsün 100. Buradan da hesablamamızı aparsaq x-i 108 taparıq. Deməli bu şəkildə də tapa bildik. Bu faizlə hesablama düsturudur. İlk yazdığımız, digəri isə bu isə tənasüb yolu idi. İndi keçək B variantına, tənasüblə yazırıq bunu. 70 litrin 20% neçə litrdir? 70 litrin 20%-ni istəyirsə bizdən, 70 litr özü 100%-dir. 20%-ni istəyirsə, 20%-imiz x-dir. X-i də taparıq. 70-i vurarıq 20-yə. Bölərik 100-ə. X də bərabərdir. 14 edər. Deməli 70-in 20%-i 14-dür. Tənasüb şəklində rahatlıqla tapırıq. Bu B variantı idi. C variantı 14 nə? Burada 14 litr. C variantı 250 qramın 12%-i. 250 qramım deməli 100%-dir. 12%-ni istəyirsə, faizin altdan yazmalıyıq. X qramdır. X-im də bərabər neçəyə? 250-ni vuracaq 12-yə. Böləcək 100-ə. İxtisar aparsaq, 100-dən 250 50-yə gedər. Burada qalar 2, burada qalar 5. Buradakı 2 ilə 12 2-yə gedər. Burada qalar 6. 5 vurulsun 6. X daha mən qısa yazdım. Siz uzun şəkildə yazın. 5 vurulsun 6. 30 edər. Deməli 250 qramın 12%-i 30 qramdır. D variantına baxırıq. 40%-i 8 olan ədəd hansıdır? 40%-i 8-dir. 40%-i 8-dirsə 100%-i neçədir? Buradan da y yazaq, çox da qarışmasın. Deməli, buradan da tapırıq. 40-ı vururuq y-ə. 40 vurulsun y bərabərdir. 8 vurulsun 100-ə. Y də bərabərdir. 800, yəni 8 vurulsun 100, 800 edir. Tez hesablanır deyə hesabladım. 800-lə də 40-ı da 800-ü də 40-a böldüm. Y də bərabərdir 20. Deməli 40%-i 8 olan ədəd 20 imiş. Yeni də yazdıq. Hansı ədədin 20%-i 32-dir?
Bu da bu tipdədir. Sadəcə sözləri yer dəyişik yazıb. Hansı ədədin, necə dedim? Hansı ədədin 20% 32-dir. Hansı ədədin 20% 32 olar? Gəl 100% yazaq görək bu hansı ədəddir? Yazdıq x-i. Onda x də bərabərdir 32-ni vururuq 100-ə, bölürük 20-yə. Neçədir? 20 ilə 100 ixtisar gedir 20-nin özünə. Burada 1, burada 5. 5-i də 32-yə vuranda 160. Deməli 160 ədədinin 20%-i 32-yə bərabərdir. F-də yazdığımız tipdədir. Yeni yazaq. F-i yenə özünüz yazın. 8 ədədi 20-nin neçə faizidir? 8 ədədi 20-nin deyirsə 20 deməli 100-dür ki, bizdən 8-i istəyir. 8-im doldu x. X-i necə tapırıq? 20 vurulsun x yazaq birinci. 20 vurulsun x, 8 vurulsun 100. Tənasübün kənar hədləri ilə orta hədləri çarpaz bu şəkildə vurmuşuq. X bərabərdir. 8 vurulsun 100 bölünsün 20. Yine ixtisar gedir 20'nin özünə. X-im neçə elədi? 8 vurulsun 5, 40. Deməli 40. 8 ədədi 20-nin 40%. H variantı 900 qram 6 kiloqramın neçə faizidir? H-ı mən yazım, ini siz yazarsınız. H-da 900 qram. Baxıram ki, biri qramdandır, biri kiloqramdandır. Kiloqramı qrama çevirmək daha rahat olar deyə qrama çevirim. İstəsək 900 qramda kiloqram kimi 0,9 kiloqramda yazmaq olar. Amma mən 6 kiloqramı çevirəcəm. 6 kiloqramı neçə qramdır? 6000 qram. 900 qram 6000 qramın neçə faizidir? Deməli 6000-in neçə faiz deyirsə 6000-im 100%dir. 900 qramım isə x faizdir. X-i də tapmaq üçün nə edirəm? 6000 x-dir də. Çarpaz şəkildə vuraq ya da daha aydın görək, amma belə rahatlıqla tez də yaza bilərik ki, buradan x-i tapmaq üçün 900-ü vuraram 100-ə, bölərəm 6000-ə. 900 vurulsun 100. X də bərabərdir. 900 yazmayaq da birbaşa. 90.000 bölünsün 6000. İxtisar gedər neçəyə? 3000-ə gedər. Qalar burada 2. Burada 30. 30 da 2'ye böləndə 15. Deməli 900 qram 6 kiloqramın 15%-ni təşkil edir. Tənasüb şəklində rahatlıqla yazdıq. Qaldı I variantı 60 cm 15 metri neçə faizidir? Burada görürəm ki, 1 santimetr metrdir. Ya metri santimetrə ya da santimetri metrə çevirib yazarıq. Bunu da siz yazırsınız. 6-cı məsələnin həllinə baxaq. Dəyirmana gətirilmiş 25 ton buğdanın ümumi nə qədər gətirilib? 25 ton. Buğdanın 17 tonu üyüdülüb. 17 ton üyüdüldü. Buğdanın neçə faizi üyüdüldü? Deməli, buğdanın neçə faizini istəyirsə bizdən, ümumi çəkimiz nə qədərdir? 25 ton. Nə qədər üyüdüldü? 17 tonu. 25'in bir hissəsidir də 17 ton. 25'dən götürdüm, üyütdüm. 25'in 17 tonu üyüdüldü. Ona görə 25 məxrəcdə 17 surətdə. Vururuq neçəyə? 100%-ə. Bu da bərabərdir. Neçədir? 25-dən 100 ixtisar gedir. 17-yi 4-ə vuranda 68% üyüdülüb. Tənasüb şəklində necə yazarıq? Tənasüb şəklində yazarıq ki, 25 tonum 100%-dirsə, 17 tonu x%-dir. Buradan da x-i tapmaq üçün 25 vurulsun x bərabərdir 17 vurulsun 100 yazaram. X-i də tapmaq üçün
17-nin 100-ə vurulmasını bölərəm 25-ə. X də bərabər edər 68-ə. Bu qədər. Məsələmiz həll olundu. 7-ci tapşırıqda Lalə 240 səhifəli kitabın 180 səhifəsini oxudu. Kitabın özü nə qədərdir? 240 səhifə. Nə qədərini oxuyub? 180-ni. Və oxudu. Oxu yazdım. Qısa. A variantına baxaq. Nə istəyir bizdən? O kitabın səhifələrinin neçə faizini oxuyub? Ümumi kitabın səhifələrinin neçə faizini tapırıqsa, 240-ın 180 faizini. Bunu faiz şəklində bu cür yazaram, yoxdur tənasüblə bayaqki qayda ilə hesablayaram. 240-da 180 neçəyə ixtisar gedər? 60-a gedər. Burada qalar 3, burada qalar 4. 4-də 3-ü də 100-ə vuranda gedir 75. Deməli, Lalə kitabın 75 faizini oxuyub və yaxud da tənasüblə necə yazaram? 240-ı 100%-dir. Çünki bir bütöv kitabdır. 240 səhifədən ibarət. 100%-ə bərabərdir. 180-i oxunub. 180-in neçə faiz olduğunu bilmirəm. Buradan da x-i rahatlıqla taparam ki, 180 vurulsun 100 bölünsün neçə? 240. Buradan da taparıq ki, 75. Şimdi birbaşa da yaza bilərdim. 75%. Bu da tənasüb yolu. B variantına baxaq. Bu ikinci tənasüb yolunu silirəm. B-yə baxaq. Görək B nə istəyir. Altta daha rahat yazaq. B-də də istənilir ki, oxunmamış səhifələr kitabın neçə faizini təşkil edir. Oxunmuş səhifələrimiz nə qədərdir? 180. Ümumi nə qədərdir? 240. Oxunmamış deməli qalanlar tapmaq üçün ümumi hamısından oxunmuşların sayını çıxaram. Qalar neçə? 60 səhifə. Deməli 60 səhifəsi də oxunmayıb. Oxunmamış səhifələr kitabı neçə faizini təşkil edir? 240-da 60 vurulsun 100%-ni. Bu da bizə neçə edir? 4-də 1, 4-də 1-də vuranda 100-ə 25% edir. Tənasüblə həllini siz yazarsınız. Belə də yaza bilərik ki, 240-a 100%-dirsə, 60-a 60 səhifə x faizdir. Taparıq ki, 25%. 61-ci səhifədə sonuncu tapışıq 8-cidir. Diaqramda 6A sinifində keçirilmiş qiymətləndirmənin nəticələri haqqında məlumat verilib. Baxırıq bu diaqrama. Burada şagirdlərin birinci variant olaraq A variantı nədir qeyd edir? Şagirdlərin neçə faiz 3 qiymət alıb? Gəl baxırıq ki, bu hissədə qiymətlərdir. 2, 3, 4, 5 alanlardır. Bu hissədə isə şagirdlərin sayıdır. Baxıram ki, 2 alanlar neçədir? Burada qeyd edilməli idi. 3 alanlar qeyd edilib özü 4-dür. 4 alanlar da 5 alanlar. 4 alanlar da deyəsən qeyd olunub. Bəli, burada 8 yazılıb. Bir də 5 alanlar. Bizdən istənilən nədir? Şagirdlər neçə faiz 3 qiyməti alıb? Əvvəlcə diaqramdan qeyd edə bilərikmi ki, baxın, bura 4-dürsə, 4-dən 8-ə 2 dəfə artıb. Deməli, bura 6-dır, burada 8-dir. 2 artmaq deməkdir. Bura 4-sə, deməli, burada 2-dir, burada 0-dır. Diaqramın özünü müəyyən edək. Daha xırda şəkildə yazım. Diaqramı qeyd etdim. Deməli, 0, 2, 4, 6, 8. 2 alanlar 2 dənədir, 3 alanlar 4 dənə, 4 alanlar 8, 5 alanlar isə 6 dənədir. Bunu diaqramdan müəyyən etmək rahatdır. İndi keçək variant görək bizdən istənilən nədir? Şagirdlərin neçə faizi 3 qiymət alıb? Baxıram ki, 3 qiymət alanların sayı burada neçə göstərir? 4 göstərir. 4 dənə 3 qiymət alan var. 3 alan. Bütün şagirdlərin sayını bilirəmmi? Bilmirəm. Hamısını toplayıb, yəni ümumi sinifi tapa bilərəm. 2 alanların sayı neçə dənədir? 2 dənə. 3 alanların sayı neçədir? Baxıram 4. 3 alanlar yazdıq. 4 alanların sayı 8. Bəs 5 alanların sayı 6. Ümumi toplasaq 2-nin üstə 4, 6, 6-nin üstə 8, 14, 14-ün üstə 6, 20. Deməli, 20 şagird var qrupda, sinifdə. 20 şagird bütün sinifin sayıdırsa, onda 3 alanlar neçə faizini təşkil edər? Tənasüb qrupda yazaram. Bayaqki faiz yolundan da 20 100%-dir. Bütün sinif 100% sayılır.
3 olanların sayı nə qədər idi? 4 dənə idi. 4-üm neçə faizdir? X-dir, bilmirəm. X-i də necə tapıram? 4-ü 100-ə vurub 20-yə bölürəm. Yaxud da tənasübün kənar hədlərinin hasili, orta hədlərin hasili bu şəkildə deyib də yazaraq belə deyək, daha aydın olsun. X-i də buradan taparam ki, 400 bölünsün 20. X də bərabərdir 20%. Deməli, sinifin 20%-i 3 qiyməti alıb. Bunu tapdıq. İndi B-yə baxaq görək. B-də bizdən nə istəyir? 5 qiymət alanlar şagirdlərin neçə faizini təşkil edər? 5% baxırıq ki, 5 qiymət alanlar neçə dənə idi? Baxırıq, 6 dənə idi. Əsas diaqramı özünü müəyyən etdikdən sonra rahat yerinə qoyub yazırıq. 5 alanlar 6 dənədirsə, demək, ümumi sinifim 20 dənə idi, 20 şagird idi. 5 alanlar isə 6 dənə idi. 6 Y faiz. Bu faizi siz tapırsınız görək. Sinifin neçə faizi 5 alıb? Keçək sonra C variantına. Şagirdlərin neçə faizi 4 və 5 qiymətləri alıb? 4 və 5, yəni 4 ilə 5-i bir yerdə sayını tapırıq. 4 alanların sayı 8-dir. 5 alanların sayı isə 6-dır. 8-in üstünə 6 gəlirik. Neçədir? 14 edir. 14 şagird 4 və 5 qiyməti alıb. Ümumi sinifim 20-dir. 100%. 14-üm isə X faiz. Buradan da X yeni tapmaq sizə düşdü. Hesablayırıq, tapırıq. Görək 4 ilə 5 alanlar neçə nəfər imiş. Bu qədər. 9-cu tapşırığa baxırıq. Saf suya müəyyən qədər duz tökdükdə tərkibində duz olan qarışıq alınır. Bu qarışığın bir hissəsini su, digər hissəsini isə duz təşkil edir. Qarışıqla bağlı suallara cavab verin. Nümunə qeyd edilib bizə. Nümunədə deyir ki, 120 qram saf suya 30 qram duz qarışdırılıb. Qarışığın neçə faizi duzdur? Baxıram ki, saf su varsa, saf su və 30 qram duz. Cəmi deməli, ümumi məhlulu necə taparam? 120-nin üstə 30 gələrəm ki, görüm, ayrıca elə bir qab vedra su, bir qabda saf suyum var, bir qabda 30 qram duzum var. Qarışdırmışamsa bunların çəkisi bir-birinin üzərinə gəlib. Yəni 120-nin üstə 30 gələrəm, 150 qram ümumi qarışığı məhlulu taparam. Daha sonra 150 ümumidirsə, bizdən qarışığın neçə faizi duzdur? Duzu istəyirsə bizdən ümumi 120-dir. 150-dir. Daha doğrusu 120 30 gəldim 150-dir. Burada baxın qeyd edilib 150-dir. 30 isə duz idi. Bizdən duz faizini soruşur. Ona görə də 30-u da yazıram surətə. 150-də 30 vurulsun 100%, o da bizə verir 20%. Yəni bizdən istənilən nə idi? Duzun faizi idi. O zaman 150-nin deməli 20% duzuymuş. Ümumi qarışığın 20%. Gəlin bizə yazacağımız tapşırıqlara baxaq. Tapşırıq A. 160 qram saf suya 40 qram duz əlavə edilib. Baxın, 160 qram saf sudur. Üzərinə də 40 qram duz əlavə edilib. Deməli, bunların çəkisi artıb. Olub nə qədər ikisi bir yerdə? 200 qram. 200 qram ümumi qarışdırdığım məhlulun ölçüsüdür. Qarışığın neçə faizi duzdur deyir. Duzumuz nə qədər idi? 40 qram idi. Deməli, 200-ümüz ümumidirsə, 40-ımız duz idi. Bizdən də faizini istədiyi üçün deməli, duz ümumi məhlulun nə qədərini təşkil edir deyirsə, 200-ü məxrəcə, 40-ı sürətə yazdım. Buradan da 200 ilə 40 ixtisar gedir 40-ın özünə. Qalar neçə? 5də 1. 5də 1-i də vuraram 100%-ə. 5 ilə 100 özü ixtisar gedər 5-in özünə. Burada qalar 1, burada qalar 20. Bərabərdir 20%. Deməli, alınan qarışığın 20%-i duzdan ibarətdir. B variantında nə istənilir? 135 qram saf suya 135 qram saf sudur. 45 qram duz əlavə edilib. Deməli, üstünə gəlmişik 45 qram da duzu. Ümumi çəkimiz görək nə qədərdir? 135-in üstə 45 gəldik. Elədi 180 qram. 180 ümumidir. Qarışığın neçə faizi sudur? Bizdən indi istənilən sudur. Ümumi qarışığın hamısı 180 qram idi. Yazdıq onu məxrəcə. Su nə qədər idi? 135.
Duzu istəmir ha, suyu istəyir. 135-i də yazdıq. Surətə vurduq 100%-ə. Buradan yenə ixtisarlar apara bilərik. Vurub bölmək istəyən vurub bölə də bilər. 180 ilə 120 yaxşısa gedər. Burada qalar 9, burada qalar 5. Bu 9-la da 135-in özü ixtisar gedir. 1, 5, 15. 15-i də 5-ə vuranda neçə qalır? Neçə edir? Daha doğrusu 75. Deməli, ümumi qarışığın 75% su imiş. Su 75%. B variantımız da bu. 10-cu suala baxırıq. Burada nümunədə qeyd edilib. Nümunəni özünüz bir dəfə oxuya da bilərsiniz. Mən birbaşa suala keçirəm. 140 qram duzlu suyun tərkibində 10%, deməli 140 qram duzlu sudur. Ümumi 140 qramdır. Yəni qarışdırılmış məhlulumuz, hazır olan qarışığımız, duzlu suyumuz 140 qramdır. Onun tərkibində, suyun 140 qramın tərkibində 10% duz var. 140-ın 10%-i duzdur. Biz buradan tapa bilərik mi? Ümumi nə qədər duz? Bəli. 140-ın 10%-ni tapanda 140-ı 10-a vururuq, 100-ə bölür. O da edir 14 qram. Deməli, bu məhlulun qarışığın içində 14 qram təmiz duz var. Bunu tapdıq. Bu şəkildə də belə çərçivəyə alaq. Daha sonra bu qarışığa 10 qram duz əlavə edildi. Əvvəl 14 qram idi. Bir 10 qram da əlavə edildi. Nə qədər oldu? 24 qram duz oldu. Alınan qarışıqda duz neçə faiz təşkil edir? Bizim təkcə duzumuz artmadı. Bizim eyni ilə duzlu sudakı duzumuzun çəkisi də artdı. Yəni ümumi əvvəl çəkimiz 140 idisə, bu onu gələndə təkcə duza təsir eləmir. Ümumi qarışığa da təsir edir. Ümumi qarışığımızda olur 150. Duzlu suyumuz 150 qramdır. Təkcə duzumuzun ölçüsü nə qədərdir? 24 qramdır. İndi bizdən istənilən nədir? Alınan qarışıqda duz neçə faizdir? Necə tapırıq? 150-nin tərkibində 24 qram duz var. Yəni 24 150-nin neçə faizidir? 150 ilə 150 ixtisar gedər. Burada qalar 3, burada qalar 2, buradakı 3 ilə 24 gedər. Burada 8, burada 1. 8-i də vururam 2-yə, edir 16 faiz. Deməli, ümumi qarışığın 16% duz olacaqdır. Bu A variantıdır. Keçək indi B variantına. 250 qram duzlu suyun tərkibində 20% duz var. 250 qram ümumi duzlu suyumuzun çəkisidir. 20% duzdursa elə buradan birbaşa taparıq. Görək nə qədər duzumuz var. 250-ni 20-yə vururuq, bölürük 100%-ə. Bu da neçə edir? 50 edir. Deməli 50 qram duzdur. 250-nin 50 qramı duzdur. Sonra bu qarışığa 150 qram su əlavə etdik. Suyu əlavə edirəmsə təkcə çəki dəyişir də. Ümumi çəkimiz 250 ümumi idi. Üstünə də bir 150 gəldim su. Nə elədi? 250-nin üstə 150 gəldi, 400 qram. Ümumi duzlu suyumun çəkisi 400 qram oldu. Əvvəl 250 idi. İndi oldu 400. Amma duza təsiri yoxdur. Bunun duz olduğu kimi qaldı. Alınan qarışıqda duz neçə faiz təşkil etdi? Duz elə 50 qram olduğu kimi qalmışdı. Duz ümumi çəkimiz nə qədərdir? 400. 400 qram. Vururuq 100-ə. Bu da bərabərdir. Neçədir? 400-dən 100 ixtisar gedər. Burada 1, burada 4. 4-də 50-də 12,5 edər. 12,5 faizi deməli ümumi çəkinin, yəni ümumi 250 qramı, 400 qramın daha doğrusu ümumi duzlu suyun 12,5 faizi duzdur. Burada 12,5 cavabımız olacaq. 11-ci tapşırığa baxırıq. Birinci qutuda 30 kitabın 40%, ikinci qutuda 20 kitabın 20% riyaziyyat dərsliyidir. Riyaziyyat dərslikləri bütün kitabların neçə faizini təşkil edir? Gəlin əvvəlcə birinci qutunu tapaq. Birinci qutuda 30 kitabın 40%. 30-un 40%-ni necə tapırıq? 30-u 40-a vururuq.
100-ə bölürük. Neçədir? 12 kitab. Deməli, burada 12 kitab riyaziyyatdır. Birinci qutuda. İkinci qutuda nə qədər baxaq? İkinci qutuda 20-nin 20%. 20-nin 20-yə vurup bölürük 100-ə. O dedi 4 kitab. Deməli, ikinci qutuda 4 kitab riyaziyyatdır. Riyaziyyat dərslikləri bütün kitabların neçə faizini təşkil edir? Gəlin görək, birincidə ümumi nə qədər idi? Birincidə 30 idi, ikincidə nə qədər idi? İkincidə də 20 idi. Cəmi neçədir? Ümumi kitabların sayı. 30-un üstə 20 gəlir, gedir 50 kitab. 50 ümumi sayımızdır. Onların nə qədər riyaziyyatdır? Birinci qutuda neçəsi riyaziyyat idi? 12. İkincidə 4. 12 üstə 4, 16 kitabı da riyaziyyatdır. Bu riyaziyyat. Bu da ümumi. Deməli, riyaziyyatın ümumi kitablar üzərindəki faizini, yəni riyaziyyat dərslikləri bütün kitabların neçə faizini təşkil edir desək, 50-nin 16-nın 50-yə bölünməsinin 100-ə vurulması deməkdir. Yazırıq ki, yəni 16 50-nin neçə faizidir? Elə tapırıq. Tənasüb də qura bilərək ki, 50-miz 100-dür, 16-mız x-dir. Bu şəkildə də yaza bilərik. Hər iki hal doğrudur. Yenə bayaqki misallar kimidir. 50 ilə 100 ixtisar gedir. 50-nin özünə burada qalır 1, burada qalır 2. 16-nı da vururam 2-yə, eləyir 32%. Deməli, ümumi kitablar 32% riyaziyyatdır. Riyaziyyat. Bu tapşırıqda deməli sonuncu tapşırığımız idi 62-ci səhifədə. Növbəti videolarda görüşənə qədər abunə olmağı unutmayın. Hələlik.